Məncə uğur yolu ailədən başlayır. Buraya iki mühit təsir edir. Birincisi ailədə alınan təlim, tərbiyə, ikincisi isə ətraf mühit. Mikhailov Vüqar Şahbabaoğlu. Doğum tarixi 2 noyabr 1965-ci il. Doğum yeri Ağsu. Elmi dərəcəsi texnika elmləri doktoru, professor. Mən 1965-ci ilin noyabrın 2-sində Ağsu şəhərində anadan olmuşam. 1971-ci ildə o vaxtlar Səməd Vurğun adına bir nömrəli orta məktəbə daxil oldum. 3 il Ağakərim müəllimi rəhbərliyi altında 3-cü sinifi bitirdim. 3-cü sinifi bitirəndən sonra isə yenidən bu davamiyyət baş verdikdə nəsə, yenə də deyirəm, ətraf mühit insanlara təsir edir. Qabaqcadan dedim. Biz də dərsə getmək əvəzinə 4-cü, 5-ci siniflər idi, dəqiq yadıma sala bilmirəm. Dərsə getmək əvəzinə bir qədər sumkamızı götürüb təndirin böyrünə həyətdə qoyardıq. O vaxtlar biz hökumət evində yaşayırdıq, 8 ailə yaşayırdıq. Evdən çıxanda dərs adına çıxırdıq və ondan sonra təndirin böyrünə sumkanı qoyub dərs adına gedirdim, dərs qurtaranda da gələrdik. Bunu bir həftəyə qədər nə ailədə, nə də məktəbdə bu ilə maraqlanan olmadı. Bizə bir gənc bir müəllimə gəlmişdi. İzzət müəllimədir. İzzət müəllimə soruşur ki, bəs bu niyə gəlmir dərsə, nədir bunun haqqında bir məlumat verin. Və uşaqlardan biri mənim arxamca göndərir. Mən də, onlar məni tapandan sonra məktəbə gətirdilər və o mənə deyir ki, niyə dərsə gəlmirsəm. Bir qədər ağlamsınandan sonra deyim ki, bundan sonra oxuyacağam. Çox sağ olsun ki, məhz onun sayəsində, həmin müəllimənin sayəsində hər gün məndən dərs soruşmaqla, hər gün mənə tələbkar olmağın nəticəsində mənim oxumağa meylim artdı. Bax, uğur yolun bəlkə də başlanğıcı bunu saymaq olar ki, bu gündən etibarən mənim təhsilə olan marağım elə bir ki, birdən-birə dəyişdi və tam təhsilə maraqlı oldum. Və 8-ci sinifdə rayon kimya olimpiyadasında iştirak elədim. Düzdür, birinci yeri tuta bilmədim o vaxtlar. İkinci yeri tutdum. İkinci yeri tutduğum üçün də mənə Bakı şəhərində Respublika olimpiyadasına göndərmədilər. İkinci yeri tutmağım məndə Bakı şəhərində yerləşən 5 nömrəli kimya biologiya təmayülinə getməyə həvəs yaratdı. Və mən 5 nömrəli kimya biologiya təmayülündə oxumaq üçün imtahan verəsi oldum. Və imtahandan 4 alıb daxil oldum kimya təmayülinə. Kimya təmayülündə bizə məni həmin qrupaya sinif nümayəndəsi qoydular. 2-3 gün belə oxumuşduq ki, bizim bir riyaziyyat müəllimimiz var idi, ismi Varif müəllim. Allah ona da qəni-qəni rəhmət eləsin. O, Atbulaq kəndindən idi, Ələt qəsəbəsində. Atbulaq kəndindən olduğu üçün, kəndə gedə bilmədiyi üçün axşamlar gəlib dejurnu qalır, növbətçi qalırdı bizim общежитiyədə, yataqxanamızda. Və o birinci gün dərsə gələndə bizə dedi ki, riyaziyyat biliyimizi yoxlayıram. O bizim riyaziyyat biliyimizi yoxlayanda biz ondan, əsas mən 3 aldım ondan. Dedi ki, zəif oxuyanlar düşsün, axşamlar gəlsin yanma. Və bizi heç bir təmənnası olmadan axşamlar həmin yataqxanada bizə 1 saat yarım riyaziyyatdan dərs keçdi. Və iş elə gətirdi ki, o bizə riyaziyyatdan dərs keçib 4 aydan sonra artıq bizim səviyyəmiz həqiqətən də 9-cu sinif səviyyəsinə gəlib çatdı. Və bizi bütün o vaxtlar institutlarda olimpiyadalar keçirilirdi. Və bizim də olimpiyadalara getməyimizə həmişə sevinir ki, siz riyaziyyatdan gedin. Baxmayın ki, kimya gəlmişsiniz riyaziyyatdan. Mən də onun xətrinə dəyməmək üçün Politexnik və İnşaat Mühəndislər İnstitutunda eyni zamanda, eyni saatda 9-dan 12-yəcən 3 olimpiyada gedirdi. Riyaziyyat, kimya, fizika. Mən hər üçünə sənəd verdim və hər üçünə də eyni vaxtda başladığı üçün, baxmayaraq ki, mən birinci riyaziyyata girib qısa bir 40 dəqiqə ərzində onu yazdım. Ondan sonra girdim fizikaya, fizikadan da kimya və üçünü də üsbət eləyib, elə bir ki, üçünü də öhdəsindən gələ bildim. Və çölə çıxanda İnşaat Mühəndislər İnstitutunun rektoru idi, səhv eləmirəmsə. Rektor diplomları paylayanda birinci dərəcəli diplom, yəni ki, birinci yer tutmaq barədə diplomları riyaziyyatdan çağırdı ki, Vüqar Mikhailov. Fizikadan yenə Vüqar Mikhailov. Birdən dedi ki, axı bunların üçü də eyni saatda olub. Siz necə üçünü də eyni vaxtda çatdıra bildiniz, hər üç olimpiyadaya girə bildiniz. Öz müəllimimiz, sevimli müəllimimiz Arif müəllim deyərdi ki, durar da deyirdi, o mənim tələbəmdir. Çünki Arif müəllimi bütün respublika tanıyırdı. Orta məktəbi qutaranda bütün ailə üzvlərim həkim olmağı istəyirdilər ki, mən həkim olam. Mən də nəsə biologiyadan çox çalışırdım. Çox çalışsam da biologiya əzbərləyici bir elm olduğu üçün əzbərləyib bilmirdim. Məndə də əzbərləmə qabiliyyəti çox zəifdir. Mütləq onun dərinə gedib, onun mahiyyətini başa düşməliyəm. Nədənsə mənim üçün biologiya çətin idi. Həmişə biologiyadan imtahan verməyə qorxurdum.
Ona görə mən elə bir yerə girmək istəyirdim ki, orada riyaziyyat imtahanı olsun, kimya olsun, fizik olsun. Atam da Kənd Təsərrüfat İdarəsinin 15 ildən artıq rəisi olmuşdu rayonumuzda. Və mən bilirdim ki, şərabçılıq sənayesinin inkişafı, şərabçılıqdan gələn gəlirlər, bu sahələr artıq mənim üçün aydın idi. Mən də istəyirdim ki, Azərbaycan şərabların daha yüksək səviyyə qaldıra bilim və elə bir səviyyə qaldıra bilim ki, artıq Avropa ölkələrin şərabları ilə əlaqəyə girə bilsin və bu konkurslarda, müsabiqələrdə heç də çox da geridə qalmasın. Bu məqsədlə biz Gəncə Texnologiya İnstitutuna sənədlərimizi verdik. Birinci imtahanda 4 aldım, ikincidən 5 aldım. Sonradan 3-cü fizik imtahanında düzü bir qədər fizikadan da çəkinirdim. Mən orta məktəbdə oxuyanda pioner və məktəblər üçün televiziyada Yelkan proqramı var idi. Mənim imtahanımı orta məktəbdə fizikadan ora çəkmişdilər. Təsadüfdən də mənə düşən suallar elə bil ki, o televiziyada çıxış elədiyim bütün suallar idi. Və mən birbaşa artıq müəllimə 5 istədim orada. Bir neçə mənə sual verəndən sonra bir sual bilmədiyimə görə fizikadan da mənə 4 yazdılar. Ümumiyyətlə, mən instituta yaxşı qiymətlərlə daxil oldum və institutda oxuduq. İkinci kursdan bizə əskərliyə apardılar. Əskərlikdən sonra institut illərini davam elədik. İnstitut illərinin davamiyyəti, yəni ki, bütün qiymətlərimin 5 olması və bütün müəllimlər arasında hörmətə malik olmağı məni kimyadan həm də təsərrüfat əhəmiyyətli işlərə cəlb elədi. Mən əlaçı stipendiyası ilə yanaşı institutda oxuduğum müddətdə əlaçı stipendiyası ilə yanaşı təsərrüfat miqyaslı işlərdə görürdük və bundan da 56 manat da bundan alırdım. Yəni əmək haqqı alırdıq. Və institutda oxuyanda artıq mənim maaşım bir gənc mütəxəssisin maaşına bərabər idi. Çünki mənim pulum bir yandan 50 manat əlaçı stipendiyası, bir yandan da 56 manat təsərrüfat müqaviləli işlər artıq 100 manatı keçirdi. Və institutda bütün qiymətlərimin hamısı 5 olmaqla bütün korpuslarda şəkillərimizin açılması, əlaçı şəkilləri bizi gənclikdə sanki çox sərbəstlik vermədi. Bu cürlə biz institutu qurtardıqdan sonra təyinatımızı Ağsu rayonuna verdilər. Mənim ilkin təyinatım Ağsu rayonunda 2 nömrəli şərab emalı zavodu oldu. 2 nömrəli şərab emalı zavoduna gələndə mənə dedilər ki, iş yerimiz yoxdur. Mən qırmızı diplomla qurtarmışdım. Dedilər, fəhlə olasın. Və məni İlk dəfə olaraq fəhlə kimi götürsələr də, ancaq ən çətin yerə götürdülər. Orada da tez-tez nasos partlayırdı. Nasosun şlanqının partlaması nəticəsində bütün paltarın qırmızı şəraba bürünürdü. Müdir gəldi, gördü ki, məni aşağıya qoyublar. Dedi ki, biraz Allah insafınızı kəsməsin. Heç olmasa bunu da yamaya fəhlə qoymayın da. Bunu heç olmasa laboratoriya qoyun. Harada tədqiqat iş aparmaq olar, nə olar, həmin yerlərə qoyun. Sonradan 2 gündən sonra məni oradan çıxartdılar. Laboratoriya fəhlə kimi verdilər. Bir neçə ay fəhlə işləyəndən sonra gördülər ki, işi bacarıram. Allah rəhmət eləsin Vəli müəllimə məni mikrobioloq vəzifəsinə qoydu. Mikrobioloq vəzifəsində mən təqribən 5 ilə qədər çalışdım. Ancaq çalışdığım müddətdə bizim rayonumuzun aqra kombinatının rəisi Sülüddin Mahmudov məni çağırdı ki, ay oğul, sən çox savadlı oğlan oxşayırsan, sən elmi davam elətdirməlisən. Mən də elmi davam elətdirmək üçün Azərbaycan Elmi Tədqiqat Üzümçülük Şərabçılıq İnstitutunun aspiranturasına daxil oldum. Əyani şəkildə. Elmi rəhbər tapmaq üçün Yaltaya yollandım. O vaxt Krım vilayətinin Yaltası Ukraynaya tabi idi. O, bütün ümumi ittifaq, yəni bütün SSR-nin Üzümçülük Şərabçılıq İnstitutunun mərkəzi orada idi. Azərbaycanda şərabçılıq üzrə alim olmadığı üçün, yəni doktorlar olmadığı üçün burada müdafiə eləmək mümkün deyildi. Və özümə elmi rəhbər Valeri Nikitiç Yejovu götürdüm və Valeri Nikitiçin rəhbərliyi altında tədqiqat işlərinə başladım. 1995-ci ildə Madera şərablarının təkmilləşdirilməsi üzrə dissertasiyamı, yəni namizədlik dissertasiyamı müdafiə elədim dekabrında. Namizədlik dissertasiyasından da bir maraqlı söhbət rəsmi olmadığı üçün istəyirəm deyim ki, namizədlik dissertasiyasının axıra çatanda imkanımızın zəif olması, yəni ki, bizim ev 89-cu ildə qazdan partlamışdı, biraz şəraitimiz biraz çətin idi. Müdafiənin sonunda bilirsiniz ki, bütün dünyada da demək olar ki, keçmiş MDB ölkələrinin hamısında müdafiədən sonra qonalığa verirsin. Banket deyirlər. Banket verməyə məndə imkanı olmaması, kafedrada işləyən, orada kafedra işləyən qadınların, xanımlarımızın, hansı ki, Ukraynkaların, onlar fikir gördülər ki, elə bir imkan yoxdur. Kimsə evindən kartuşka, kimsə nəsə gətirdilər və mənim üçün orada bir institutun içərisində bir banket salaşdılar. İnstitutun içərisində kiçik bir kartof, ətlə, nəyləsə kiçik bir banket salaçılandan sonra bilirsiniz, bu xatirə elə bir xatirə ki, heç vaxt yaddan çıxmır.
Sonralar isə mən orada müdafiə edib geriyə qayıtdım. Gəldim, yenidən bu dəfə məni 3 nömrəli şərab zavoduna qəbul elədilər laboratoriya müdürü kimi. Artıq alim idim, texnik elmlər namizədi idim və alim kimi burada fəaliyyət göstərməyə başladım laboratoriya müdürü kimi. O zamanlar bütün çənlər bildiyiniz kimi Sovet dövründə 200 tonluq çənlər idi. Şərablar 200 tonluq çənlərdə saxlanılırdı. Ona görə onlar dəmir götürürdülər. Dəmirin sarı qan duzu ilə emalı prosesi o qədər çətin proses idi ki, bir çox zavodlarda bunu eləyə bilmirdilər. Ona görə mən müxtəlif zavodlara gedib, axşamlar o işləri görürdüm. Onları təmizləməklə əlavə əmək haqqı almağa nail olurdum. Yəni, ona görə də mənim əmək haqqım digərlərinə baxanda çox-çox yüksək idi. Bəlkə də 15-20 adamın əmək haqqısı qədər əmək haqqım olurdu. Bu da digər müəssisə rəhbərlərinin mənə elədikləri kənardan kənara hörmətlə əlaqədar idi ki, mən onların şərablarını təmizləyirdim. Bildiyiniz kimi o dövrdə artıq bu üzümlüklər qırıldı, dağıdıldı, məhv olundu. 98-ci ildən demək olar ki, Azərbaycanda üzüm bağları yox səviyyəsinə gəldi, çatdı. Yox səviyyəsinə qalıb çatandan sonra vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq mən Bakı şəhərinə gedəsi oldum. Bakı şəhərində Zabrat qəsəbəsində həyətdə kiçik bir pəncərədən bir butka düzəldib, buradan o vaxt deyirdilər bakkuş satmaqla, bu işlərlə biz məşğul olmağa başladıq 1 ilə qədər. Sonradan isə belə bir xəbər gəldi mənim dostlarımdan ki, Alko LTD deyilən bir zavod var idi. Onlar araq istehsalı ilə məşğul idilər, vodka istehsalı ilə. Onlar nəsə məhsul buraxdılar satışa, satışda acılıq olduğunu, o tonu götürə bilən adam yox idi. Elə bir adam axtarırdılar. Onların elə bir adam axtarması və xaricdən mütəxəssis dəvət etmə fikirləri məndə maraq oyatdı və mən dedim ki, mən onu qarşısını ala bilərəm. Və ona görə məni oraya dəvət elədilər. Mən həmin o vodkalarda o acılığı götürə bildiyim üçün, kənar dadları götürə bildiyim üçün məni o zavodda saxlayıb orada işləməyə sövq olum. 2 ildə orada işlədim. 2 ildən sonra isə bizim sahil qəsəbəsində Alov cəmiyyəti var idi, Alov müəssisəsi. Alov müəssisəsində biz alkoqollu içkilər istehsalı ilə məşğul olduq. Mən oranın artıq injiner mühəndisi oldum, texnoloq oldum və başladıq burada müxtəlif şərablar, araqlar buraxmağa. Sonradan isə talih məni gətirdi Mehdiyabad kəndinə. İndi hal-hazırda Abşeron Şərab açıq tipli səhmdar cəmiyyətinə və biz burada işləməyə başladıq. Müəyyən müddətdə burada keçəndən sonra səhmdar cəmiyyəti başqa bir insanlar aldı, indiki yiyələri və mən onlarla da 8 il burada işlədim. 8 il ərzində bizim kiçik bir müəssisəmiz Azərbaycanda bir çox yeniliklərə imza atdı. Avropa standartının tələblərinə cavab verən soyuq üsulla steril süzmə prosesi tətbiq olunmuşdur. Bu üsulun tətbiqi bizim şərabların keyfiyyətinə zəmanət verir. 2004-cü ildə mən Kooperasiya Universitetinə dəvət olundum və Kooperasiya Universitetində qida məhsulları texnologiyası kafedrasında dərs deməyə başladım. İldən isə ancaq mən artıq yenidən doktorluq işimi Azərbaycan Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutuna verdim. Və artıq doktorluq işi üzərində. Doktorluq işi mənim işləməyimə vadar eləyən amil ermənilərin Rusiyada, əsasən də Moskvada tut və zoğal araqlarını istehsal edib satışa buraxması idi. Hansı ki, 20 il bundan əvvələ qədər tut və zoğal arağı Rus ədəbiyyatında yazılırdı ki, Azərbaycan və Ermənistanın milli alkoqollu içkisidir. Son dövrlər, indiki dövrdə də yazırlar ki, yalnız Ermənistanın milli içkisidir. Bu da mənə pis təsirlədi və mən öz doktorluq temamı tut və zoğal araqlarının, vodkalarının tədqiqatına yönəltdim. Və bu tədqiqat işi ilə də biz məşğul olduq. Ondan sonra biz həmin Abşeron şərabda işlədiyim dövrdə, yəni 2012-ci ildə artıq biz müdafiə nail olduq və mən doktorluq müdafiəsini eləyə bildim. Azərbaycanda meyvə-gilə meyvə içkilərinin istehsal texnologiyasının təkmilləşdirilməsi mövzusunda. Müdafiə edib doktorluq aldıqdan sonra isə məni Ağsu rayonunda hal-hazırda işlədiyim Azqranata müəssisəsinə dəvət aldım ki, alkoqollu içki sektoru burada zəif idi. Cəmsi cümlətanı 3 dənə şərab istehsalı var idi və bu şərab istehsalını inkişaf elətdirmək və ümumiyyətlə belə bir müasir bir zavodda şərabçılıq amillərini artırmaq, müəssisənin keyfiyyətin
müəssisədə istehsal olunan məhsulların keyfiyyətini daha da yüksəltmək üçün buraya gələsi olduq. Və gəldiyimiz 5 il müddətində Azqranatada bir çox nailiyyətlər əldə etdik. O nailiyyətlərdən mən istəyərdim ki, bir neçəsini sayım ki, biz burada nə kimi Azərbaycanda yeniliklər elədik. Azərbaycan tarixində ilk dəfə olaraq qora suyu istehsalına Azqranata nail oldu. Qora suyu fransızlar öz milli içkiləri kimi təqdim edirlər. Baxmayaraq ki, 13-cü əsrə gedib çıxır. Ancaq bizdə Nizami Gəncəvi hələ öz 7 gözəl əsərində yazırdı ki, bir vaxt ki qoraydım, bir vaxt ki çaldım, onda şirin idim, elə bil baldım, əzib şirəmi də ayırardılar, ondan tütüyə qayrardılar. Və bu mənim üçün göstərdi ki, Nizami Gəncəvinin dövründə bu tütüyə olubsa, bunun tarixi Nizamidən də qabağa gedir. Bəs biz niyə görə bunun sənaye istehsalına nail olmayaq? Və bunun üzərində biz çalışdıqdan sonra Azərbaycanın tarixində ilk dəfə olaraq qora suyunun sənaye istehsalına nail olduq. Və hal-hazırda da satışda qora suyumuz var. Qora suyu ilə yanaşı bizim üçün maraqlı xarici ölkələrdən import edilən viskilər idi. Biz bilirdik ki, Azərbaycana çoxlu miqdarda xaricdən valyuta ilə viski idxal edilir. Bu da Azərbaycan valyutasının kənar axmasına səbəb olur. Bunun qarşısını almaq üçün ilk dəfə olaraq öz yerli arpadan, arpa da bir də heyvan yemi olduğu üçün əsasən, heyvan yemi kimi istəndiyi üçün çox ucuz idi. Viski istehsalına nail olmaqda qarşımıza məqsəd qoyduq. İrlandiya viskisi istehsal eləyək, yoxsa Şotlandiya. Bildiyimiz kimi İrlandiya viskilərində hiss dadı olmur. Ancaq Şotlandiya viskilərində arpa hissə verilib qurudulur. Biz yeni bir məhsulun Şotlandiya texnologiyasına uyğun bir viski istehsalına nail olduq. Bu bizim ikinci bir yeniliyimiz oldu. Bizə qədər Azərbaycanda nar şərabı istehsal olunurdu bir çox müəssisələr tərəfindən. Ancaq o müəssisələrdə nar şərablarına əlavə spirt vurulduğundan, yəni texnologiyaya biz yanaşdığımız kimi yanaşılmadığı üçün insanlar bu nar şərabını sevmirdilər. İnsanlarda bu nar şərabı özünü doğrulda bilməmişdi. İnsanlar bunu içmirdilər. İlk dəfə olaraq biz yenidən yeni bir texnologiya tətbiq etməklə nar şərabı heç bir əlavə spirt qoxusu vermədən, sanki nar şirəsi içirsən, elə bir qoxu ilə şərabın alınması bizim tərəfdən reallaşdırıldı. Və bu da bizim şərabların bir çox ölkələrə eksport olunması ilə yanaşı, daxili bazarda hal-hazırda digər şərablara baxanda ən çox satılan nar şərabıdır. Sonradan biz belə qərara gəldik ki, əgər nar şərabını biz buraxdıqsa, niyə narın şampanını biz yarada bilməyək ki, dünyada bilinsin ki, nardan da şampan olur. İlk dəfə olaraq biz nardan şampan şərabının da alınmasına nail olduq. İlk dəfə olaraq Azərbaycanda muskat tipli şərablardan biz muskat brendisi hazırladıq, arağı hazırladıq. Və muskat arağının hazırlanması Azərbaycanda ilk dəfə yenə də Azqranata adı ilə bağlı oldu. Yəni, bu da bir yenilik oldu Azərbaycan bazarına. Mən bir qədər də Aysvayn haqqında deyirəm. Bizə qədər Aysvayni Azərbaycanda bir neçə zavod düzəltmiş, ancaq ağ şərabdan. Əsasən də Aysvayn ağ şərab, buzlu şərabdır, ağ şərablardan düzəlir. Biz sınaq üçün yoxladıq ki, görək Azərbaycanın mədrəsə üzümündən alınan Aysvayn necə bir ətrə malik olacaq. O sınağı da biz ilk dəfə Azərbaycanda gətirdik və ilk çəhrayı Aysvayn şərabının alınmasına biz nail olduq. Yəni, ilk dəfə çəhrayı Aysvayn şərabı Azərbaycanda Azqranata tərəfindən istehsal olundu. Bununla yanaşı mənim dedim axı, mənim doktorluq işimin əsas səbəbi tut və zoğal arağı idi, meyvə araqlarıydı, Azərbaycanın milli içkiləri. Doktorluq işində apardığım bu tədqiqatları tətbiq etməkdən ötürü Azqranatada tut və zoğal araqlarının istehsalına başladıq və tut və zoğal araqlarının istehsalı hal-hazırda özünü doğrultdu. Və artıq bizim tut və zoğal araqlarımız bu yaxın günlərdə, yəni ki, bu ilin axırına qədər, 2016-cı ilin axırına qədər Food City deyilən bir ticarət mərkəzi var Moskvada, orada satılacaqdır. Özdə çox yüksək qiymətə. Bu çox sevindirici haldır ki, yerli yevreylər, bizim Azərbaycan yevreyləri, axır ki, Moskvada ermənilərin buraxdığı tut və zoğal arağının qarşısına Azərbaycanın milli içkisini çıxardıb qoya bildilər. Bu da gələcəkdə yenidən ədəbiyyatlarda, texniki ədəbiyyatlarda Azərbaycanın milli içkisi olması sözünü yenidən gündəmə gətirəcək və artıq ədəbiyyatlar söyləyəcəklər ki, bu həqiqətən də Azərbaycanın milli içkisidir. Ümumiyyətlə, bir qədər insanlara maraqlı gələ bilər ki, bu içki Azərbaycanın milli içkisidir. Ümumiyyətlə, mən söyləyeyim ki, şərabın özü də həqiqətə qalanda Azərbaycanın milli içkisidir. İstəyirəm buna bir izahlama verəm. Belə ki, Pensilvaniya Universitetinin arxeoloqları 2007-ci ildə Cənubi Azərbaycanda, Urmiya yaxınlığında, Hacı Firuz Təpə kəndində, Zaqros dağında yerləşən Hacı Firuz kəndində mətbəxin birini qazarkən
6 ədəd 9 litri küp tapdılar. Və küpün içərisindən çıxan şərab göstərdi ki, indiyə qədər şərabın tarixi bizim eradan 5000 il əvvələ gedirdi. Burada tapılan küpdən isə şərabın tapılması sübut edir ki, bu 7000 il əvvələ gedir. Bunu New York Times yazır. New York Times əgər bunu verirsə və deyirsə ki, ilk dəfə olaraq şərab dünyada, Azərbaycanda istehsal olunub, Cənubi Azərbaycanda, deməli ilk şərab istehsalçıları bizik, bizim torpağımızda çıxıbsa, bizimlə bağlamaq olar. Və bunu fəxrlə hər yerdə də söyləmək olar ki, dünyada ilk şərabın həm istehsalçıları, həm də istehlakçıları məhz Azərbaycan olmuşdur. Son vaxtlar bilirsiniz ki, neft sektorunun bir qədər zəifləməsi, qiymətlərin aşağı düşməsi artıq bizi yeniliklərə daha çox can atmağa sövq eləyir. Məsələn, Azərbaycana əsasən bilirsiniz ki, vodkalar hamısı Rusiyadan, Finlandiyadan həddindən artıq çoxlu vodkalar gəlirdi. Bu vodkaların da gəlməsi, idxal olunması valyutalarımızın boş yerə xarici ölkələrə axmasına səbəb olurdu. Məhz bunun qarşısını almaq üçün Azərbaycanda həm Rus vodkasından, həm də ki, Finlandiya vodkalarından tamamilə fərqlənən yeni bir vodka Azqranat müəssisəsi tərəfindən hazırlandı. Yəqin ki, eşitmişsiniz White Water vodkaları. White Water vodkaları bütün dünyadan fərqli olaraq təzə keçi südü ilə emal edilir. Təzə keçi südü ilə emal edilən bu vodkalar Rus texnologiyasında dinamik üsuldan fərqli olaraq birbaşa kömürlə spirtin qarışması prosesinə daxil olur. Və buraya Şamaxı dağlarından, Pirquludan gətirilən təbii balın qarışdırılması. Balla yanaşı çovdar çörəyin biz təndirdə bişirtdiririk və çovdar çörəyin nastoykalarının, yəni cövhərlərinin bu arağa vurulması, bu arağı demək olar ki, o dərəcədə yumuşaq etdi ki, hətta gələn qonaq Ruslar da, Finlər də artıq Azərbaycanda olan qonaqlar bizim arağı içəndə deyirlər ki, bu araq Rus arağından dəfələrlə yüngüldür, yumuşaqdır. Bunun adın olması hal-hazırda Azərbaycan bazarına Rus araqların girməsinin qarşısını aldı. Və həmin bu araqların yenidən Food City'də satılması haqqında indi bizdə müzakirələr gedir. Və çox şad olacağıq ki, bizim bu vodkalar özü də yüksək qiymətə, aşağı qiymətlərlə yox, artıq Rus bazarına da daxil olacaq yaxınlıqda. Mənim atam Mikayılov Şahbaba Əloğlu Aqrar Universiteti qutarıb, o da kənd təsərrüfatçıdır, üzümçü şərabçıdır. O fakültəni qutarıb, qırmızı diplomla qutarıb. Ondan sonra Ali Partiya məktəbinə daxil olur gənc yaşlarından və gənc yaşlarından da təqribən 30 yaşı olanda artıq Ağsuda Aqrokombinatın sədri vəzifəsində olur. Kənd Təsərrüfatı İdarəsinin rəisi idi. İşləyir və bu vəzifədə 15 ilə qədər işləyir. Dəfələrlə işləyir, gah rəis olur, sonra mavin olur, sonradan rəis olur, sonradan Suvarma Sistemləri İdarəsinin rəisi olur və 2006-cı ildə rəhmətə getmişdi. Anam evdar qadın olub, ancaq anamın evdar qadın olmasına baxmayaraq, kəndimizdə bütün müəllimlər həmişə danışırlar ki, anam çox savadlı olub, qiymətləri əsasən də məktəbdə deyirlər ki, çox yaxşı oxuyan olub. Və bizim təhsilimizlə də atamın demək olar ki, az vaxt olurdu. Əsasən anam məşğul olardı. Mən orta məktəbdə oxuyanda, Ağsuda oxuyanda nə qədər çalışırdımsa, həmişə bir adamdan zəif olurdu. Mən də həmişə birinci olmağa səy eləyən adam idim. Bilmirəm, uşaqlıqda nə qədər çalışsam da, sinimizdə bir qız var idi. Həmişə deyirlər ki, sən niyə 10 qədər oxuya bilmirsən? Bu da qız axşamacan evə də kömək eləyirdi, suda daşıyırdı. Ancaq bütün dərslərdə də 51-ci idi. Ki, hamısını bu bilirdi. Mən nə qədər oxuyurdumsa, axşamacan kitab oxuyurdumsa, bütün dərslərin hamısını eyni dərəcədə oxuyub, hamısından əlimi qaldıra bilmirdim. Yenidən gəncliyə qayıtsaydım, indiki inatkarlığımla birinci olmağa çalışardım ki, ikinci yox, birinci olum sinimizdə. Düzü, şərabçılıq həqiqətən də, necə deyim, mən ailəm qədər sevirəm şərab. Bəlkə də Azərbaycanda ikinci bir Azərbaycanlı yoxdur ki, şəraba mənim qədər vurğun olsun, deyə bilmərəm. Bu, biraz çətindir. Necə deyərlər, həqiqətən də sevirəm. Niyə görə sevirəm? Həmişə istəmişəm ki, dövlətimizdə bu sahə birinci olsun.
Bir qədər əvvəl Region TV-nin nəzdində Yevlax şəhərində LTV deyilən bir televiziya var idi. Həmin televiziya ilk dəfə olaraq Azərbaycan tarixində yeniliyə bir imza atdı. Yəni Azərbaycanda şərab mədəniyyətini xalqa təqdim etmə heç bir televiziya tərəfindən olmamışdı. İlk dəfə olaraq ruhun qidası verilişin verməklə və burada Azərbaycan şərablarının inkişaf mərhələləri, Azərbaycanda şərabların tarixi eləməklə 55 dəqiqəlik bir verilişin verilməsi Azərbaycanda şərab mədəniyyətinin inkişafında demək olar ki, ilk ən böyük rol olan verilişlərdən biridir. Mən çox şadam ki, indi də, yəni hal-hazırda da yenidən bizim ARB-nin Aran şöbəsi yenidən bu öhdəçiliyi üzərinə götürdü və yenidən Azərbaycanda təbiət eliksiri verilişini özlərinə götürüb və bunun vasitəsilə də Azərbaycanda şərab mədəniyyətini xalqımıza bir dəfə maariflənməsinə səbəb olur. Çox sağ olun ki, bu veriliş mənə elə gəlir ki, gənclərimiz üçün də həqiqətən də çox gözəl bir verilişdir. Çünki biz də uşaq olanda həmişə böyük adamları görəndə, vəzifəsində həm savadlı insanları görəndə elə bilirdik ki, bu insanlar idealdır. İdeal heç nə yoxdur. Ancaq həmin böyümə prosesində dediyimiz kimi ətraf mühit amilləri insanlara təsir etdikcə o mühit amillərdən mənfiləri kənarlaşdırıb, müsbətləri qəbul etdikdə insan uğurun zirvəsinə çata bilir. Mən bu cür başa düşürəm. Sizə də uğurlar arzu edirəm gələcək verilişlərinizdə.